Məsələn, nahara gedəndə müdir özlərini aparmırlar. Deməli, onlardan biri deyildi. Əslində mən elə bilirdim birinci müdürdür. Düz keçən dəfə dedin ki, səhv edirsən demək olmaz. Çox eşitmişəm bu sualları. İndi icazə ilə mən burada müdirin tərəfini tutmaq Tut, istəyirəm. müdir sözündən xoşum gəlmir. Ancaq Yusifdir mənim beynimdə. Yusifin uğuru, Yusifin məqsədləri. Mən hiss edirəm ki, öhdəsindən gələ bilmirəm. Amma səsimi çıxarıb kömək də istəyə bilmirdim və özünə də bildirə bilmirdim ki, mən eləyə bilmirəm bunu. Yekunda buna görə kim danlanacaq? Komandanın ən yaxşısı mənəm. Ətrafında səfehlərdir. Belə bir başlıqda əslində. Tutum o niyə belə ifadə edim maraqlıdır. Rəhbərlərin çoxunu hiss etdi, düşündü. Ertəsi gün saat 9-da təhvil verməlidir. Saat 8-in yarısı gözləri qızarmış vəziyyətdə qaça-qaça bunu təhvil verilir. Məncə bir çoxlarına tanış gəlir. Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Əslində doğrudur. Həftə içi hər gün saat 1-dən 3-ə qədər təkcə aparıcı mən olurdum. Amma keçən həftədən etibarən artıq efirdə həmkarım var. Yusif Qasımov buradadır və biz verilişi onunla birlikdə aparırıq. Yusif, təəssüratlarımı paylaşım, nə hiss edirəm? Təbii ki, salam bu arada. Salam. Məsələn, mən təbii ki, çox maraqlıdır. Amma keçən həftədən etibarən hiss edirəm ki, öz rolumu kiminləsə paylaşmaq məcburiyyətində həm də qalıram da, yaxşı mənada məcburiyyətində qalıram. Məsələn, öyrəşmişdim ki, verilişin idarə etməsi tamamilə məndən asılı olurdu. Hər şey mən qərar verirdim, nə necə olacaq. Amma indi başa düşürəm ki, burada vəzifə öhdəlikləri biraz da iki yerə bölünür və indi anlayıram o insanları ki, hansı ki onlar da həmişə hər şey tək idarə ediblər, amma indi artıq bir komanda olmalıdılar, kimlənsə paylaşmalıdılar. İndi bu vəziyyətdə olan insanlara nə tövsiyə edirsən? Necə etmək olar ki, proses daha maraqlı və rahat olsun? Bilirsən, ilk növbədə mən çox sevinirəm ki, bizdə artıq belə bir tandem formalaşıb. İkimiz də bu verilişi aparacağıq. Bir komandaya çevrilmişik artıq. Mən düşünürəm ki, ideal mühit zaten komanda şəklində formalaşır. Hətta əgər kimin üçünsə bu təcrübə yenidirsə, həzz alsın. Həzz alsın, çünki bir beyin, iki beyin bir-birindən asılıdır və ondan daha üstündür. O baxımdan da təbii ki, proses də çox maraqlı olduğuna görə nəticədə də istənilən bir belə deyək, gözləntiləri ala biləcəklər. Biz özümüzə komanda yoldaşı seçəndə, yəni necə başa düşə bilərik ki, kiminlə eyni komanda olsaq nəticə daha yaxşı olacaq? Wow, $1 milyon bir sual idi Nərmin elə əvvəldən. Açığı biz belə deyək, ümumiyyətlə hər şey insanlardan başlayır. Bu mənim yanaşmamdır və mən belə baxıram, mütaliə eləyəndə də, kitablar oxuyanda da, praktiki təlimlərdə olanda da artıq mən bir praktiki gündəlik gedişatda da bunu görürsən ki, biznes olsa da, şəxsi həyat olsa da, hər bir yerdə ilk addım insandır. Və insanlar əgər bir komanda olaraq yaşaya bilirlərsə və bir-birinə güvənirlər, əl-ələ verib eyni baxışla gedirlərsə, yürüyürlərsə, demək ki, hər şey yaxşı olacaq. Və artıq bunu da biz müşahidə edə bilirik ki, biznesi götürsək, ilk nöqtədə vizyondan da əvvəl, missiyadan da, strateji baxışdan da, digər məsələlərdən əvvəl komanda toplanır. Və hər bir rəhbər, hər bir lider istəyir ki, onun yanında belə bir, o vaxt danışdıq, keçən dəfə də danışdıq, bu arzuların komandası, yəni Dream Team olsun. Amma bu Dream Team hansı meyarlara əsasən formalaşır? Necə ərsiyəyə gələ bilir? İnşallah bugünkü bizim danışığımızda biz belə deyək, ortaya qoya biləcəyik. İndi başlayaq, təklif edirəm ki. Bax, ümumiyyətlə proseslərdə vurğulursan ki, ən vacibi və birinci bu komanda olmalıdır. Birinci insan və əgər biznesdə danışırıqsa, insanlar təbii ki, bir komandaya formalaşır və artıq biz belə deyim, bir çox kitablarda da, bir çox mənbələrdə də biz şahidi oluruq ki, ilk nöqtədə komanda yığılır. Sahədən asılı olmayaraq. Artıq tendensiya ona gətirir ki, əvvəl əgər biz düşünürdük ki, əgər güclü, məsələn, bank sektorunda güclü hər hansı bir komanda yığmaq istəyirsənsə, mütləq hamı bankçı olmalıdır. Məsələn, futbolda hamı futbolçu olmalıdır və s. və axır. İndiki zamanda, müasir dönəmdə biz başa düşürük ki, güclü komanda fərqi yoxdur hansı sahədə, ona uyğunlaşa bilərək apara bilər. Tək ki, orada insan faktorundan savayı peşəkar səriştələr də ortada olsun. Və proseslərdə dedi ki, birinci komandadır. Əgər belə ardıcıllığa bölsə də, sıralama olsa, daha sonra müdir, əslində mən elə bilirdim birinci müdirdür, daha sonra komanda, amma sən də mənə Yəni o da komandanın bir tərkib hissəsidir. O komandadan qıraqlı qalmır ki. Yəni birinci növbədə lider elə komandanın üzvüdür və onun başlıca belə deyək də, onun funksiyası
Elə ondan ibarətdir. Amma komanda üzvləri məsələn nahara gedəndə müdir özlərini aparmırlar. Deməli onlardan biri deyil də. Demək ki, orada güvən problemi var. Demək ki, orada güclü iyerarxiya məsələləri var və ilk olaraq yəni komanda təbii ki, istəməyə də bilər. Amma əgər rəhbərdən və liderdən bu istək gəlirsə və o onu biruzə verirsə, komanda ilə paylaşırsa, komanda 1-2 dəfədən sonra artıq istəyəcək. Və bu onların arasında müəyyən bir güvən formalaşdıracaq. Güvən formalaşdıqca da, yəni artıq biz zamanla görürük ki, formal və qeyri-formal görüşlərin də təsiri çox yüksəkdir. Demək, nahara getmək olar komandası. Olar. Hətta tövsiyə olunur. Mən məsələn elə bilirdim ki, əslində müdir nə qədər əlçatmaz olsa, o qədər daha xarizmatik görünəcək, daha əməkdaşlar biraz çəkinəcək, çəkinəndə də daha yaxşı işləyəcəklər. Bilirsən necə, xarizma da artıq bir diskussiya mövzusudur. Biz xarizmaya nə deyirik? 10 nəfərdən sorsaq ki, xarizmatik lider necə sən ifadə edərdin? Hərəsi müxtəlif bir formada onu edəcək. Və artıq biz başa düşürük ki, yəni xarizmatik, nə bilim, qaşqabaqlı, gözəl kostyumlu, ayaqla qapını açan, mən bu ortamda alfayam deyən insanlar, yəni ki, avtomatik olaraq xarizmatik deyil. Artıq indiki dönəm onu göstərir ki, daha çox komandaya yaxın olan, özünü ön pillələrdə göstərməyən, amma həmişə onlara dayaq olan, onun sözü birinci deyil, amma kritik situasiyalarda keçərlidir deyə belə bir tipaj olan və bu tipli insanlara artıq xarizmatik deyə bilərik. Və artıq indiki dönəmdə mən Azərbaycan dilində bunun tərcüməsini birə-bir edə bilməyəcəm, çox güman ki, vulnerability sözü var ingilis dilində. Acizlik kimi tövsiyə belə deyək, tərcümə edə bilirik onu, amma bilirsiniz necə? Yəni vulnerable leader, yəni lider necə liderdir? Odur ki, yəni əksər onun komandası onun həm minuslarını bilir, zəif tərəflərini bilir və o onların ortamında zəif görsənməkdən çəkinmir və qorxmur. Avtomatik olaraq onların gözlərində 2 qat xarizmatik görsənməyə başlayır. Bu razıyam ki, başqa mövzudur, amma mütləq bu mövzu ilə bağlı bu sualı da verim ki, rəhbər öz hansı mənfiləri məsələn göstərməkdən çəkinməməlidir, amma hansısa mənfi cəhətlərin, hətta nəinki rəhbər, məsələn biz özümüz belə bəlkə yaxının yanında belə istəmirik ki, o zəif tərəfimizi bilsin də. İndi müdir də yəqin ki, istəməyəcək ki, əməkdaşlar onu görsün. Amma oradan sual doğurur da, niyə istəmir? Çünki güvənmir. Güvənmir ki, onun o zəifliyini sui-istifadə etməsinlər, düzgün formada qəbul etsinlər. Əgər mən buna güvənmirəmsə, təbii ki, mən öz zəif tərəflərimi göstərməyəcəm. Olsun biznesdə, olsan da evdə. Amma əgər məsəl üçün güvən varsa ortalıqda, evdə də, biznesdə də, komandada da sən onu rahat edə bilirsən və sən onu etdiyin təqdirdə müəyyən bir güvən krediti qazanmış olursan. Bu da plusdur sənin üçün bir rəhbər olaraq. Aydındır. Biz bugün ümumiyyətlə kim birinci olmalıdır, birinci kimdir və nədir bu konsepsiya haqqında danışırıq idarə etmədə, biznesdə və bununla bağlı ilk ondan başladıq ki, bəli, birinci insandır, amma daha sonra necə insanlar bir yerdə olmalıdır, bununla bağlı da suallarım var. Danışacağıq və sizin də mövzu ilə bağlı suallarınız yaransa, Yusif burdadır, suallarınızı ünvanlaya bilərsiniz. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 1122. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Daha sonra nə gəlir idarə etmədə? Mən bir dənə də onu da qeyd edeyim ki, ümumiyyətlə First Who yanaşması, birinci kimdir yanaşması Good to Great kitabında əks olunub. Jim Collins tərəfindən yazılmış bir kitabdır, çox gözəl kitabdır, populyar kitabdır və orada bir belə deyək, chapter, bir hissə, bölmə sırf birinci kimlərdir və nəyə görə onlardır mövzusuna aid olunur. Ona görə mən şiddətlə bu kitabı hamıya tövsiyə edirəm. Yəni oxuyub orada maraqlı bir insightlar əldə edə bilərsiniz. Komandadan sonra, birincilərdən sonra biz bugün ümumiyyətlə mən düşünürəm ki, insan faktoru və komandadan danışırıq da. Əgər danışırıqsa, ideal bir şey yoxdur və biz başa düşürük ki, hər bir ideal komandanı biz etməyə çalışsaq da belə müəyyən bir disfunksiyalarla rastlaşırıq. Və adətən hər bir komandadan belə bir populyar deyim var. Hər bir komandanın 5 ən belə populyar disfunksiyası var. Yəni zəif tərəfləri var ki, bu onların arzuların komandası olmasına mane olur. Ən birincisi bayaq artıq bizim toxunduğumuz güvən problemi. Yəni ingilislər ona absence of trust deyirlər. Bu güvən boşluğudur. Baza. Yəni başlanğıc nöqtəsində əgər rəhbər, lider komandaya qarşı və komanda daxilində
bu güvən meyarını qoymasa, ondan sonra artıq o ev tikilişi alınmır. Yəni nəyə güvən, kimə güvən? Bir-birinə, rəhbərinə, şirkətə və onların getdiyi yola güvənirlərsə, çünki tez-tez rastlaşırıq ki, məsələn, insanlar hər gün işə gəlir, 9-dan 6-ya çalışır, soruşsan ki, nə işə baxırsan, nə ilə məşğulsan? Hardasa belə zümzümə ilə necəsə onu izah edə bilir, amma konkret olaraq nəyə xitab edir onun o hər gün işə getdiyi bu yol? İfadə edə bilmir. Çünki vaxtilə müvafiq kommunikasiyanı liderdən almayıb, onun müəyyən bir güvən problemi var ki, bunu soruşsun, sorğulasın. Yenə qayıdırıq həmin məsələyə ki, mən soruşsam, mənə deməzlər ki, sən bu müddətdə işləyirsən, xəbərin yoxdur bəyəm. Yəni bu əgərlər çoxdur deyə o güvənin boşluğundan irəli gəlir. Və ilk etapda həmin o bu arada bu ikinci kitabın tövsiyəsi gəldi. Bu arada bu 5 disfunksiya Patrick Lencioni adında belə bir psixoloq və biznes trener var. Və o vaxtı çox bundan əvvəl, yəni 90-cı illərdə hətta bu kitabı yazıb komandanın 5 disfunksiyası. Five Dysfunction of the Team. Bu da çox populyar və praktiki kitabdır. Həmin kitabda həmin o 5 disfunksiyanı izah edir ki, məsəl üçün birincisi bu güvən problemidir. İkincisi, əgər güvən problemini necəsə biz adlaya bilmişiksə, həll edə bilmişiksə, artıq gəlir orada müəyyən bir konfliktlərdən qorxu məsələsi. Fear of conflict gedir ingilis dilində. Həm də qorxuludur da konflikt. Və konflikt, münaqişədən qorxu. Amma biz artıq onu anlamaya başlamışıq ki, münaqişə həmişə mənfi bir şey deyil. Konstruktiv münaqişə anlamı var. Və sən, məsəl üçün biz səninlə əgər bir mövzuda diskussiya edib ortalığa belə gələ bilmiriksə, müəyyən bir formada konstruktiv münaqişədir bu. Konstruktiv konfliktdir. Sənin bir mövqeyin var, mənim öz mövqeyim var. Konstruktiv formada bir-biri ilə razı deyilik, amma yekunda nəyəsə gələcəyik və artıq bu mövzu bitəndən sonra incikliklə bu otağı tərk etməyəcəyik. Əsas meyar da ondan ibarətdir. Yetkin komandadan gözləntidir ikinci etapda odur ki, uşaqlar, əgər güvənirsinizsə bir-birinizə, demək ki, siz komandada rahat bir formada həmin o konstruktiv münaqişələri edə bilərsiniz. Əgər bizim fikrimizi soruşmurlarsa, məsələn, qərar verilibsə və bir əməkdaş bu işi belə görürsə, biz amma razı deyil. Yenə də burada bir bildirmək, mən belə düşünmürəm, bildirməyə ehtiyac var və ya sən səhv edirsən, nəyisə düzələn. Düz keçən dəfə dedin ki, səhv edirsən demək olmaz. Amma hər halda nəyisə belə bildirmək olar, əgər heç kim bizdən heç nə soruşmursa. Bilirsən, birinci məqam ondan ibarətdir ki, sən həqiqətənmi o qərar vermədə iştirak etməliydinmi? Birinci sual. Bəlkə bu sənin egondur. Sən hesab edirsən ki, hər bir qərar vermədə olmalısan. Belə bir dünya yoxdur. Amma həqiqətən məsələn sən olduğun yerdə səndən bir soruşulmayıbsa, bir kollegial bir qərar yoxdursa, təbii ki, onu sorğulaya bilərsən konstruktiv formada. Ki dostlar, bildiyim qədərilə, yəni belə bir diskussiya olub. Nə əcəbsə mən orada yox idim. Halbuki biz həmişə bunu kollegial danışırıq. Nəsə baş veribmi? Bəlkə feedback, yəni qayıdırıq mövzuya. Yəni görürsüz, mövzular belə deyə zəncirvari bir-birinə bağlıdır deyə çox maraqlı dəstixat alınır və həqiqi o ortam varsa, dediyimiz o güvən ortamı varsa, həqiqətən yəni onlar bunu danışa bilirlər, müzakirə edə bilirlər, bir-biri ilə rahat formada razılaşmaya bilirlər, amma yekun məqsəd yenə də kollegial qərara çıxmaqdır və həmin qərarı verdiyi təqdirdə onu qəbul edib əl sıxmaqdır. Bu iki. Bu iki. Üçüncü? Üçüncüsü, yenə ingilis dilində deyəcəm, sonra tərcümə edəcəm. Lack of commitment deyirlər ona. Yəni öhdəlik boşluğu. Yəni biz qərarlaşmışıq, indi kim edəcək onu? Hə, ən çətin məsələ. Bəli. Ən populyar ifadə. Yekunda buna görə kim danlanacaq? Eşidirik də biz bunu. Çox eşitmişəm bu sualları. Təlimlərdə də mənə o sualı veriblər. Məsələn, işgüzar mühitdə də gündəlik surətdə də. Yaxşı, biz bunu edirik, əla edirik, çox gözəl, belə danışdıq, belə danışdıq. Yaxşı, sonda, yekunda bu səhv olsa kimdən yapışacaq? Çünki belə ifadə var da, təşəbbüskar həmişə cəzalanır. Bəli. Amma təşəbbüs kollegial olduğuna görə komanda təşəbbüsüdür deyə. Artıq orada daxili mətbəxdə konkret bir insanın ortaya gəlməsi biraz çətin məsələdir. Həm də onu qorumuş olur. Amma artıq əgər yekunda komanda işindən biz danışırıqsa, onların arasında müəyyən bir kollegial formada delegasiya olunur, bölünür. Hərə öz ərazisinə baxaraq yekunda belə ortama baxmış olurlar. Yəni yekun məqsədə baxmış olurlar və biz burada komandadan söhbətdən danışırıqsa, yəni komandanın öhdəlik boşluğu nədən ibarətdir? Əgər o üzərinə götürdüyü işi, həmin o öhdəliyi
həyata keçirtmirsə, onu keyfiyyətli etmirsə, vaxtında etmirsə, belə deyək, tələbə sindromundan əziyyət çəkirsə, ən axırıncı momentdə ertəsi gün saat 9-da təhvil verməlidir. Saat 8-in yarısı gözləri qızarmış vəziyyətdə qaça-qaça bunu təhvil verirlər. Məncə bir çoxlarına tanış gəlir. Amma bu artıq bilirsiniz nəyin ifadəsidir? Bu yetkin komandanın bir lakmus kağızıdır. Əgər onlar bundan əziyyət çəkirlərsə, demək ki, hələ böyüməyə bir yol var. Böyüməyə həmişə yol var, təbii ki. Amma təbii ki, burada artıq açıq-aşkar bu görünür və burada liderin müvafiq bir boşluqları ortaya çıxır ki, bəs komandanın müəyyən bir portreti var və sən komandanın demək ki, müvafiq mentoring işlərini o qədər də yaxşı aparmırsan. İndi icazə ilə mən burada müdirin tərəfini tutmaq istəyirəm. Təsadüfi anlardan biridir ki, onun nə günahı var ki, komanda, yəni hamısı böyük insanlardır. Gəliblər indi bu adam belə hər şeyi axıra saxlayır. Ertələmə xəstəliyi var bunda ya da nə bilim, belə də xoşdur ki, son məqamda. Yəni burada rəhbər onu nə edə bilər? Rəhbər burada mütəmadi olaraq nəbs yoxlanışı aparmalıdır. Pulse check. Mikromenecmentdən səhv salmayaq. Yəni hər gün gəlib onlardan mənə zəhmət olmasa məruzə eləyin. Neynədir? Yox, elə yox. Amma mütəmadi olaraq onların yanında olması, əlçatanlıq haqqında da dəfələrlə danışmışıq ki, əlçatan olması, onların onu daimi olaraq gözlə görməsi, onunla nəsə müzakirə etməsi, ola bilsin birbaşa olaraq bu mövzu ilə bağlı yox, amma dolayısıyla bu mövzuya bağlı olan məqamları müzakirə etmək şansı komandaya töhfə verir ki, aha, biz demək ki, burada belə deyək, tək deyilik. Komandanın lideri bizi görür və o da öz növbəsində hiss eləyir axı gedişatı. Baxır, sezir, görür ki, bu gedişlə deyəsən uşaqlar qoyulan deadline-ın demək ki, axırına gəlib çıxacaqlar. Son yarım saatda təhvil verəcəklər və artıq özləri də həzz almayacaqlar o prosesdən. Yusuf, məsələn, sən nə edirsən belə olanda? Gəlirsən baxsan ki, əməkdaş gecikdirir də, necə fikir bildirirsən? Mən suallar verirəm. Mənim 80-90% işim bir lider olaraq açıq suallar verməkdir. Və mən sual verirəm ki, məsəl üçün, uşaqlar necə gedir gedişat? Hər hansı bir asılılıqlarımız varmı? Mənim burada nəsə edə biləcəyim bir şey varmı? Əgər onlar yetkin komandadırsa və bizim aramızda güvən varsa, ayda biz desək ki, bizim asılılığımız var. Yusuf fikirləşər ki, mən sizə bir dənə iş həvalə etmişəm və onu da icra edə bilmirsiniz. O sual artıq ortaya çıxmayacaq. Vaxtında onu deyə bilirlər. Və həmin mən o təmaslar tezliyini onlar üçün yaradıram ki, dostlar, mən əlçatanam da, yəni mənlə danışa bilərsiniz. Mən özüm sual verməsəm də belə, gəldim, verdim, unutdunuz. Qapımı döyün, qapım da açıq. Girin, soruşun, yəni siz bunu belə deyək də, bunun öhdəliyini daşıyırsınızsa, ən maraqlı olan tərəflər də siz olmalısınız. Yəni hər dəfə mənim sualımı gözləməyə ehtiyac yoxdur. Okay? Yenə də bu komandanın yetkinliyi dərəcəsində asılıdır. Mən yetkin komandalardan belə bir davranış gözləyirəm. Yox, əgər komanda təzə formalaşırsa, təbii ki, mən müəyyən bir etaplarda onların belə deyək də, öyrətmə periodu var, onların bir mentorship periodu var. Onlarla daha yaxın oluram, onlara daha özüm proaktiv oluram onlarla və onları o səriştəni qalxızıram müvafiq səviyyəyə. O səviyyəyə gəlib çıxandan sonra yavaş-yavaş arxaya çəkməyə başlayıram özümü. Bax, mən bu situasiyaya bir dəfə düşmüşəm. Bir dəfə yox, yəni bir period var ki, daim əslində o vəziyyətdə olurdum. Nəsə əslində köməyə ehtiyacım var. Müdir deyək ki, bir iş tapşırıb. Mən hiss edirəm ki, öhdəsindən gələ bilmirəm. Amma səsimi çıxarıb kömək də istəyə bilmirdim və özünə də bildirə bilmirdim ki, mən eləyə bilmirəm bunda. Yəni mənə eləyə bilmirəm çox qəribə gəlirdi demək. Son ana qədər stresslə necəsə olsa da necəsə çatdırdım. Bəlkə onun xəbəri olsa daha yaxşı kömək eləyəcəkdi əslində. Amma bir dəfə həmin müdir başqa bir insan haqqında, əməkdaş haqqında danışırdı. Deyir, filan kəsin ən yaxşı tərəfi odur ki, çatdırmırsa tez səsini çıxardır ki, eləyə bilmirəm və mən onun vaxtında kömək eləyə bilirəm. Bilmirəm, onu qəsdən deyirdi mənə eşitdirmək üçün yoxsa, amma onu deyəndən sonra mən sanki belə bir aydınlandım ki, mən də orada niyə kömək istəyə bilmirəm? Niyə xəbər ver? İstəyirəm ki, o görəndə artıq hər şey ideal olsun, mən çatdırmış olum hər şeyi. Amma yenə də bax, mən suallar versəydim ki, bəs sən nəyə görə özünü narahat hiss edirdin? O nəyə görə sırf bu insanla bağlı həmişə nümunə gətirir və s. oradan maraqlı insightlar çıxacaqdı. Amma mən fərz edirəm ki, orada birincisi sənin yenə də güvənsizliyin mövzusun var idi ki, sən əmin deyildin ki, narahatçılıq hardan gəlir? Əminsizlikdən. Sən əmin deyildin ki, mən soruşsam tutarlı birincisi cavab alacağam və narahatçılıq hissi olmayacaq da məni normal qəbul edəcəklər. Bu narahatlıq var idi. Bu əminlik yox idi. 100% əminəm buna. İkincisi də ki, çox güman ki, ola bilsin bu fərziyyədir. Həmin əməkdaş həqiqətən elə idi ki, müdir, rəhbər, müdir sözünə xoşum gəlmir, rəhbər, lider. Həmin o lider onu bir nümunə kimi gətirirdi
Ola bilsin də sən dediyin məsələ bir trigger rolunu işlədirdi ki, səni biraz qaza gətirsin ki, bax görürsən. Çünki biz necə də olsa da biz yenə də o müqayisə mövzusunda varıq. O bizim beynimizdən hələ ki çıxmayıb da ki, mən o falan kəs, o edirsə mən etmirəm və digər məsələlər. O düşündü ki, bu potensial trigger də ola bilər. Ola bilsin, ona görə də onu istifadə edir. Əslində oldu. Hə. Yəni mən bilmirəm də, mən fərziyyə edirəm, situasiyada yox idim deyə. Amma iki məqamda da orada ya bu ola bilər, ya digəri. Bu da 4-cü idi ki, məsuliyyətdən. Bu üçüncü idi. Lack of commitment, yəni öhdəlik götürmə boşluğu. Dördüncüsü, yenə ingilis dilində deyəcəm, avoidance of accountability. Yəni öhdəlikdən sonra artıq mən bunu edəcəm, mənlikdirmi, mənlik deyilmi mövzusu çıxır ortalığa, komanda ondan yayınır. Yox, yaxşı, ümumi gedişatla bağlı aydındır, amma bizlik deyil də filan kəs var. Bir çox komandalarda o artıq o səviyyəyə gəlib çatan komandalarda o accountability boşluğu formalaşır və onlar başa düşmürlər ki, mən bunu öhdəliyi daşıyıram əla, amma mənim fikrimcə başqası da elə bilərdi də. Qoy eləsin. Niyə mən? Niyə mən? Və ya məsəl üçün çox tez-tez mən bunu eşitmişəm. Məsələ partlamağa doğru gedir. Komandada belə dinc oturub, tərpənmir. Soruşuram ki, bəs siz nəsə etməyi planlaşdırırsınız ümumiyyətlə, yoxsa yox? Məsələ bizdə də elə top filan kəsdə. Deyirəm, futbol oynayırsınız. Deyir, topu ötürmüşük orada da qalıb, qoy öz işini görsün də. Deyirəm, okey, madam ki, görmür və fərz edək ki, görməyəcək. Nə edəcəksiniz axırda? Heç də sonra yapışacağıq ki, filan kəs eləmədi. Deyirəm, okey də, amma yekunda nəticəyə biz çıxmayacağıq. Onun yapışdığı məqam nəticənin qeyri sağlam olmasına rəğmən, yəni olduğu təqdirdə, yəni siz orada nə alırsınız? Onun keyfiyyət meyarı yoxdur axı. Tutalım yapışdıq. Tutalım dedik ki, ən pis budur. Barmaqla da göstərdikdir, ay elədik onu. Amma nəticəyə gəlib çıxmadıq. Lazım idi bu bizə, yoxsa yox. Və nəticədə 5-ci meyara gəlib çıxırıq ki, inattention to result. Nəticəyə biganəlik. Bu konkret mənim departamentimin işidir. Şirkət ora gedib çatacaq. Gəlin məsəl üçün ictimai kanaldan, ictimai radiodan danışaq da. Bu konkret ictimai radionun daxilində olan bir bölmənin işidir. Bölmə düşünür ki, biz öz işimizi qurmuşuq da, oradakı departament işləsin də. Onlar çatmadısa, mən üçün o qədər əsas mən çatım. Amma başa düşmürlər ki, o liderin düzgün kommunikasiyası olmadığı təqdirdə bölmələr və departamentlər ayrı-ayrılıqda başa düşmürlər ki, onların ayrı-ayrılıqda həyatı yoxdur. Yəni onlar bir-birindən bağlı olan və yekun vahid məqsədə gedən bir neçə belə deyək strukturlardır və onlar birlikdə işləməlidir. Belə bir anlam yoxdur. İndi bəzən bunu həm də ona görə edirlər ki, bir əməkdaş digərlərindən fərqlənsin, görsünlər ki, o daha yaxşı nəyisə etdi, bacardı vaxtında, amma başqa biri edə bilmədi. Yəni yalnız və bu fonda o düşünür ki, o fərqlənə bilər, rəhbər onu daha yaxşı görə bilər. Yəni məncə düşünürəm ki, əsas məqamlardan biri də məsələn bəzən bu olur. Əla məqamdır, Nərmin. Mən həmişə belə situasiyalarda belə bir kommentlər, şərhlər eşidəndə deyirəm, o zaman siz komanda deyilsiniz. Siz fərdlər toplususunuz. Bir ortamda, bir otaqda əyləşmiş fərdlər toplusu. Çünki komandanı fərdlər toplusundan ayıran məqam var ki, komandanın vahid məqsədi var. Və onlar vahid məqsədə getmək üçün əl-ələ verib bir kollegial iş görürlər. Amma fərdlər toplusu sadəcə belə deyim də, hərəsi öz fərdi hədəfinə sahib olanlar, yəni ümumi bir gedişat var, amma mən fərd olaraq, Yusif olaraq öz məqsədimi güdürəm və mənə çox da maraqlıdır Nərmin neynir orada. Halbuki biz eyni masa belə deyək, ətrafında əyləşmişik də, başa düşürsən nəyi nəzərdə tuturam. Ancaq Yusifdir mənim beynimdə. Yusifin uğuru, Yusifin məqsədləri və s. Amma yəni biz dərinliyə getsək, şirkət prizmasından, komanda prizmasından buna baxsaq, Yusifin məqsədi mövcud deyil. Var komandanın məqsədi və komandanın məqsədi xitab edir şirkətin məqsədinə. Başa düşürsüz nə demək istəyirəm? Bəli, fərdi qiymətləndirmə və fərdi performans ölçməsi, KPI adında biz onu bilirik. O var. Hər bir şirkətdə də bu arada o yoxdur. Kimdəsə var, kimdəsə yoxdur. Amma bu sadəcə, yəni belə deyim də, idman terminologiyasından desək, məsəl üçün şərti deyim, Barselona gedib Çempionlar Liqasını udub. Lionel Messi isə ancaq qızıl topu fikirləşir.
Mənim vecimə deyil getsin Barselona uduzur və s. Baxın, əsas mən qızıl topumu alım Yox, yoxsa həm də alım. onu da fikirləşir. Onu da fikirləş, amma başa düşür ki, komanda şəklində gedib udmasa, yəni fərdi zasluqalarına görə o qızıl topu ala bilməyəcək. Əgər Barselona qalib gəlməsə, əgər Argentina millisi belə də dünya çempionu olmasa, digər meyarlar olmasa, onun o sadəcə özlüyünə görə gedib qızıl top alması şansı çox bəsitdir və balacadır. İndi mən tam futbolu anlamadığıma görə təxmin edirəm ki, Messinin komandası da pis olmayıb da. O yaxşı komandada olub və onun bəxti gətirib ki, o yaxşıların içində o da o insanlardan da yaxşı istifadə edərək özünü həm də yaxşı göstərə bilib. Bəxt deməzdim. Onun səriştəsi, professionallığı və istedadı imkan verib ki, digər istedadları da ona görə cəlb eləsinlər komandı və vurğuladığımız o istedadlar konsentrasiyası ona imkan verib ki, həmin komanda getsin nailiyyətlər göstərsin. İndi gəl təsəvvür edək ki, Messi zəiflərin içində olsaydı, necə olardı? Heç nə. İndi belə əməkdaşlar nə etməlidir? Məsələn, onlar yaxşı əməkdaşdır, amma zəif komandadadılar. Zəif komanda, əgər məsəl üçün təkdirsə və zəif komandadırsa, artıq bu bir sualdır ki, okey, biz ümumiyyətlə komandaları hansı prinsip və meyarlarla formalaşdırırıq? Biz nə gözləyirik bu komanda? Biz zəif komanda yığanda ondan nə gözləyirik? Birinci sual. Yox, mən rəhbərin adından danışmadım. Məsələn, bir əməkdaş olaraq deyək ki, sizi bir komandaya dəvət ediblər, yaxşı da maaş verirlər. Amma sən gələndə başa düşürsən ki, burada zəifdir. Yəni bu insanlarla belə uzun yol getmək olmaz. Komandanın ən yaxşısı mənəm. Və bunu başa düşdün, sonra nə etmək olar? Bu biraz subyektivlik də var orada. Çünki okey, mən onu belə dəyərləndirə bilərəm, amma kənardan elə olmaya da bilər. Mən əminəm ki, mənim meyarım ən düzgünüdür. Bu birinci məqam. Amma həqiqətən belədirsə, yenə də sorğulamaq lazımdır da. Okey, yəni bu komanda var. Mənim də madam ki, çağırmısınız. Okey. Bu komandanın ümumiyyətlə məqsədi nədən ibarətdir? Siz bu insanları hansı formatda ümumiyyətlə yığmısınız? Hansı meyarlara əsasən toplaşmısınız? Bunların performansı, bunların işi nəyə xitab edir ümumiyyətlə? Bu sualları verəcəm. Əgər orada, məsələn də, gəlin belə danışaq. Nepotizm mövzusu ortaya çıxsa ki, qohum məhrəbəni yığıblar. Bu populyar bir şeydir. Tək Azərbaycanda da deyil, biləsiz. Belə bir mif gəzir ki, Azərbaycanda ən populyardır bu. Xeyr, Avropada da elədir, Amerikada da elədir. Nepotizm hal-hazırda bir biçdir biznes üçün. Çünki çox böyük bir yerlərdə də belə sadəcə yəni tanış, tunuş, qohum filan o yerləşdirmələr var. Birincisi bu ola bilər faktor. İkincisi də ki, rəhbərin vizyonsuzluğu ola bir faktor. Ki, okey də o gəlib bunu görürsə, niyə ümumiyyətlə hansı bir addım atmır və üçüncü məqam da var. Rəhbər gəlib, o artıq hazır bir komandaya gəlib. Komanda artıq var idi o gələndə. O baxır, onu təhlil edir və başa düşür ki, komanda onun gözləntilərinə cavab vermir. Və çağırır kənardan onun düşündüyü meyara cavab verən birisini və ona da bir, belə deyək, tapşırıq verir ki, bir dənə daxildən o mətbəxi təhlil ilə bax gör, bizə uyğun və ya olmayan insanlar var. Necə kimi deyərdin, bizlə davam etsin və ya davam etməsin. Hə, belə eləyirlər? Belə üsullar da var. Çağırır, deyir ki, sən zaten orada mətbəxdə birsən, bir danış gör, bir öyrən. Onlarla bir təmasa gir, bax gör ümumiyyətlə nə düşünürsən. Niyə özü eləmir? Çünki o düşünür ki, özü şəxsən bunu etsə, çox zaman buna sərf edəcək. Halbuki etməlidir. Mən düşünürəm ki, edə bilər. Amma indi deyir ki, məsələn də mən strateji məsələlərlə məşğulam. Mənə ümumiyyətlə strukturu sıfırdan qurmaq lazımdır. Sən isə onlarla gündəlik işləyirsən. Bir dənə o hissədə mənə dəstək ol. Belə кейslər olur. Amma tam razıyam. Elə rəhbərlər görmüşəm ki, onlar elə ilk etapda həmin o first who, birinci kimlər məntiqi ilə girir və üst rəhbərliyə ki, onları dəvət edib deyirlər ki, dostlar, mənə bir ay dəymirsiniz. Nə struktur, nə bilim, nə falan, nə pul qazanmaq. Mən gəlirəm komanda qurmağa bura. Mən baxıram, mən təhlil edirəm, mən qərar verəcəm. Kimlərlə mən qalıram, kimlərlə mən vidalaşıram. Və vidalaşıram dedikdə mən ümumiyyətlə şirkətimi nəzərdə tuturam, yoxsa biz onu daxili transferlə başqa bir departamentə yönləndirə bilərik. Bunun cavablarını mən sizə müəyyən bir müddətdən sonra deyəcəm. O vaxta qədər mənə dəymin. Və biz burada yavaş-yavaş digər bir maraqlı mövzuya keçid edirik ki, ümumiyyətlə o arzuların komandasını və Dream Team-i necə yığasan? Hansı tipajlar olmalıdır komandada? Qısa reklam fasiləsindən sonra. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin.
transformasiya lideri və efir həmkarı Yusif Qasımov da burdadır. Biz onunla birlikdə danışırıq ki, ümumiyyətlə biznesdə idarə etmədə birinci kimdir və xeyli müzakirəni apardıq əslində. Dinləyə bilməmisinizsə, yeri gəlmişkən biz bunu İctimai Radionun YouTube kanalına da yükləyəcəyik. Əvvəlinə oradan baxa da bilərsiniz bizə hətta. Amma indi davamında biz danışırdıq ki, komandada hansı xarakterdə insanlar olmalıdır. Bu elə bir ki, yekun tortun bir albalısıdır da, belə deyək də. Çünki həqiqətən həmişə bu suallar var və soruşurlar ki, bəs yaxşı, hər şey başa düşüb, bu arzuların komandasını, bu Dream Team-i necə yığaq? Kimlər olmalıdır, kimlər olmamalıdır və s. Bilirsiniz, həmişə deyirəm ki, təbii ki, bu yenə də çox subyektiv mövzudur. Çünki liderin də gözləntisi var orada da komandadan. Özü də müəyyən bir tipaj sahibidir və təbii ki, komandasından da müəyyən bir tipajlı insanlar gözləntisi var. Amma ümumilikdə götürsək, ən qəşəng bir ifadə var. Vaxtilə mənim bir çalışdığım müəssisədə mənə liderlik edən bir xanım idi, çox hörmət etdiyim və mənə demişdi ki, ən ideal komanda fərqliliklərdən ibarət olan komandadır. Əgər sən komanda tipaj olaraq hamısını bir-birinə oxşar bir uşaqlar yığsan, deməli bir tərəfli bir komanda olacaq səndə və orada diskussiyalar, fikir ayrılıqları, məsələlərə baxışlar nöqteyi nəzərdən çox bəsit və qısa arsenalın olacaq sənin də. Sən yalnız bir tərəfdən ona baxacaqsan. Və mən bu məsələni araşdırmağa başlamışdım. Araşdırdığım müddətdə yenə nəyə rast gəldim? Kitaba. Növbəti kitab, artıq üçüncü. Necə çatdırırsan bu qədər iş ol-ola kitab oxumağa? İstər-istəməz səni vadar edir ki, yəni sən əgər bunu etmək istəyirsənsə, mütaliə mütləqdir. Bəli, mənə soruşsanız, mən belə kitab xəstəsi deyiləm. Mütaliəm daha çox, belə deyək, izləməklə, dinləməklə, audio kitablar sevirəm, podkastlar sevirəm. Sırf oxumaqla güclü aram yoxdur. Amma mütaliədirsə mütaliədir, orada problem yoxdur. Orada sən bilik alırsan. Və hansı kitaba mən rast gəldim? Thomas Eriksonun çox maraqlı silsiləvi kitablar seriyası var. Mən ancaq birincisini deyəcəm. Çünki onu oxuyandan sonra və onunla tanış olandan sonra zaten digərlərinə də siz çıxacaqsınız. Surrounded by Idiots adlandırılır o kitab. Yəni ətrafında səfehlərdir. Belə bir başlıqdır əslində. Tutum o niyə belə ifadədir, maraqlıdır. Rəhbərlərin çoxunu hiss etdi, düşündü. Yəqin ki, Thomas Erikson da vaxtını yazanda belə qəzəbli idi. Və orada nə edir Thomas? Deməli, kitabda fərdləri 4 tipaja bölür və rənglərlə də bölür. Deyir ki, insan var, deyir qırmızıdır. Okay. Qırmızıdır, adını da verib ona dominant tipli adamdır. Yaxşı. Adam var, deyir yaşıl şeydir, sarıdır. Kommunikativ, insanlarla yaxşı dil tapan birisidir belə. Adam var, deyir mavi rəngdədir də. O analitik, konkretliyi sevər və digər tərəfdən də detallara çox fikir verən bir adamdır. Bir də var yaşlılar. Yaşlılar da deyir hər komandada lazımdır ki, onlar dəstək verirlər, daha çox empatikdirlər, dinləyəndirlər. HR-lar. Ola bilər hardasa, amma bilirsən indiki müddətdə bir çox HR-lardan digər mən çalarlar da görürəm və mən normal qəbul edirəm. Çünki yəni onlar olmasa həmişə empatiya ilə də alınmır da istifadə eləmək. Və deyir ki, bəs yaşlılar da var, hansılar ki dinləyəndir, empatikdir, daha çox supportive, yəni dəstəkləmə tipindədirlər, qərar vermədən uzaq olurlar və s. Deyir ki, yəni birincisi izah edir ki, bu tipajlarla ayrı-ayrılıqda siz necə kommunikasiya qura bilərsiniz? Əgər onlar sizin potensial aidiyyəti tərəfləriniz olsa. Gündəlik işləmirsiniz onlarla, amma rastlaşırsınız və bəzi işlərdə onlardan da bu iş keçir. Və belə deyək. Və məsələn, sizin rəhbəriniz deyil, şirkətinizin rəhbəridir və siz bir təqdimatla gedirsiniz o rəhbərin yanına. Müəyyən bir rüblük bir hesabatdır məsələn. Və siz onun tipajını bilməyə səhv rakursdan girirsiniz. Tutalım o qırmızı tipajlı bir dominant tipli adamdırsa, deyir ki, belə tipajlı adamlar məlumatı qısa, lakonik, rəqəmlərlə ifadə olmasını xoşlayırlar və tez sənin mətləbə keçməyi gözləyirlər. Əgər sənin təqdimatın 5 slayddan çoxdursa, onlar artıq darıxmağa meyllidirlər və gileylənməyə başlayırlar. Yəni səbirsiz insanlar. Səbirsiz insanlar. Konkret deyir ki, keç mətləbə, mənə rəqəm göstər və ya mən konkret olaraq nə etmək istəyirsən, onu göstər. Belə tipajda. Və sən də getmisən onun yanına 20 səhifəlik bir prezentasiya ilə bütün Excel-ləri də açmısan, detallara girmisən, görmüsən ki, 10 dəqiqədən sonra insan səni artıq görmür. Telefondadır və s. Bu da işarələrdir. Okay? Və deyir ki, siz əgər tipajları bilsəniz, artıq öz belə deyək, davranışlarınızda da onu sərgiləyə bilərsiniz. Bu bir format. İkinci format isə o həmin komandanın quruluşu. Deyir ki, məsələn də əgər siz komandada məsələn bir 8 nəfər, 10 nəfərsinizsə,
və siz fərqindəsiz tipajlara və tipajlar fərqlidirsə, demək ki, sizin kommunikasiyanız belə fərqli ola bilər və keyfiyyətli ola bilər. Eyni formada. Məsələn də və siz məsəl üçün lider kimi komanda qurursunuz, deyirsiniz ki, okey, mənə komandada tutalım bir dominant tipli insan lazımdır ki, riski götürə bilən, lakanik və konkret hədəflərə özünü göstərə bilən, belə deyək, həllə meylli, problemlərə fokuslanmayan, solution axtaran, həll axtaran birisi varsa, əladır. İkincisi, komandada mütləq bir kommunikator olmalıdır. Belə deyək də, komandanın üzü, qəlbi, duşa kampaniya deyirlər ona da. Hə, hamını harasa təşviq eləyir postayına, harasa team buildinglərə və işlə bağlı daimi olaraq bizim komanda ilə bağlı bir agahlı formalaşdırır digərlərində. Yəni onu hiss eləyirsən də, insan otağa girən kimi abu-hava, prosentaj, desibellər artmış olur. Bu adam dayanmır. Hamısı qaynayıb qarışır. Çünki qırmızı insan onun dərəcəsində o qədər proaktiv deyil. O da proaktiv tiplidir, amma daha sanguinik tipli insandır da. Mavidir, detalçı. Hər hansısa bir hesabat, hər hansısa bir məsələlərə çox belə titiz yanaşmaq üçün insan lazımdırsa, belə adamdan komandada hər şeyə muz qoyan adam. Muz demərəm, əgər biz konstruktiv yanaşırıqsa muz da deyə bilərik ona, amma baxır, deyir uşaqlar çox səthi getmişsiniz məsələyə. Orada bu nüanslar unudulub dostlar. Nüans onun ən sevimdiyi sözdür. Nüanslardan geridə qalmısınız. Artıq hazırlamısınız, amma bunu yaddan çıxartmısınız. Vay hara. Məsəl üçün mən sonra deyəcəm mən hansı tipajdayım ki, bunun təhlilini aparmışam, bilirəm. Bu arada testlər də var internetdə. Disk adlandırılır. Disk analiz. Həmin Edərik. Bəli, disk analizi həyata keçirtməklə, müvafiq situativ suallara siz cavab verməklə orada axırda portretinizi görə biləcəksiniz. Və o hətta orada sizin rənglərin qarışığını göstərə bilər prosentlə, faiz nisbəti ilə ki, bax orada məsəl üçün budur və s. Və sonuncu yaşıl. Yaşıl, bilmirəm, düşünün öz komandanızı da. Daim öz komandanızda sizi dinləyən, sizin belə deyək də dərdinizə şərik olan, çoxlu yanınıza necə kömək edə bilərəm, belə deyim də, həmişə belə şirniyyatlar falanlar, yeməklər gətirən, gəlin mən sizə bir dənə şey gətirim və s. və axır, çörəkdən, təndirdən və s. və axır. Bax belə məsələlərdə həmişə öndə olan, amma qərar vermədə həmişə arxa planda olan, məsələn ondan soruşsan, sən nə düşünürsən bəs? Mən sizlə razıyam. Siz düz vurğulursunuz. Məsələn, Nərmin Yusuf siz düzsüz. Vallahi mən də elə sizin yerinizdə olsaydım mən də elə eləyərdim. Halbuki ilk olaraq ondan soruşsan, heç kimin xətrinə dəymir. Həm xətrinə dəymək istəmir, həm də ki o öhdəliyi, o riski götürmək istəmir üzərinə. Məsəl üçün biz mətləbə keçmədən birinci ondan soruşsaq, nə düşünürsən? Bilmirəm, düşünməyim lazım və s. məsələlərə toxunacaq ki, ona daha rahatdır. Artıq qırmızı ilə sarılar və mavilər hər şey həll edəndən sonra yaşıl gəlsin. Sözümün canı, ən ideal həmin o dream team bunların qarşılığından irəli gəlir. Bəs kim olmamalıdır komandada? Nərmin, toksiklər olmamalıdır. Toksikliyi komandaya gətirənlər. Kimdir o? Məsələn, daimi olaraq qeybətə meylli olanlar, riyakarlığa meylli olanlar, üzvə nəyisə deyən, məsəl üçün üzvə gülən, amma arxasınca tam başqa bir davranış sərgiləyən. Pasiv-aqressivlər. Pasiv-aqressiv, latent də deyə bilərik onlara. Bilirsən, hər komandada bu var. Mən iştirak etdiyim hər bir komandada, iştirak etdiyim hər bir layihədə belələrini görmüşəm. Səs layihəsi də istisna deyil. Yəni Səs Azərbaycan. Səs Azərbaycan belə deyək layihəsində də mən qəlbimə, ürəyimə və prinsiplərimə həm yaxın uşaqları da tanımış oldum, həm də danışdığımız toksiklər və riyakarları da görmüş oldum. Amma belə tipli layihələrdə rahatsan da, sən kimisə daha yaxın, kimisə işi distansiyaya qoya bilirsən rahat. Amma komandada olanda isə sən gəlirsən və komandada bu davranışları belə deyək də sezirsən, görürsən və s. artıq orada müəyyən bir məqamlar çıxır ortalığa ki, okey, bu toksikdir və o tək olaraq bütün bizim bal komandamıza konkret olaraq zaylıq gətirir də. Biz bunu necə edə bilərik? O artıq keçən dəfə bizim danışdığımız bu artıq feedback mədəniyyəti, ümumi
daxili mədəniyyət və belə tipajlarla bizim şirkət, bizim komanda necə davranır mövzusundan irəli gəlir. İndi sən danışdıqca bu rənglər haqqında mən Bəli. məsələn fikirləşirəm ki, sarını biz dedik ki, daha çox belə sosial enerji Kommunikasiya, və belə sairə. driver. Bax biz onunla mavini, yəni daha çox detallara fikir verən, sistemli düşünən, belə də bu insanları bir yerə salıb onlara hər hansısa bir işi həvalə etsək, nəticə necə olacaq? Bir-birlərini çərlədəcəklər yoxsa? Baxın, yenə güvən mövzusunu danışdıq. Əgər komanda yetkin komandadırsa, orada güvən varsa və uşaqlar rahat formada o konstruktiv münaqişəni sərgiləyə bilirlərsə, o zaman onlar bir-birini tamamlayacaq. Biri deyəcək ki, gəlin belə eləyək, gəl belə format yaradaq və s. Bu deyəcək ki, amma nüans var. O deyəcək, düz deyirsən. O birisi qırmızı deyəcək ki, uşaqlar narahat olma, risk məndədir. Yaşıl da deyəcək ki, təndir məsələsini mən həll eləyirəm. Və s. Yəni əgər bu həqiqətən bir kollegial müzakirə olacaqsa, tamamlayacaqlar. Yox, əgər müqayisə olacaqsa, kim kimdən daha yaxşıdır mövzusu ortaya çıxacaq təbii ki. Yəni ki, darmadağın olacaq bütün struktur. Yusuf, çox sağ ol ki, bu həftə də burdaydın. Həzz alıram hər dəfə, yəni Nərmin minnətdaram. Vaxta təəssüf ki, çox az qalıb. Artıq yekunlaşdıq. Nəsə danışmadığımız vacib nəsə qaldısa qısaca deyə bilərsən. Gəl kitabların adını bir daha xatırla. Kitablar, mən onu deyəcəydim ki, yəni bu gün maşallah kitablar da paylaşdıq. 3 dənə kitabımız oldu bu gün. Deməli, birincisi Jim Collins Good to Great. İkincisi Patrick Lencioni Five Dysfunction of the Team. Və üçüncüsü Thomas Erikson Surrounded by Idiots. Bu qədər. Oxuyacağıq. Çox sağ ol bir daha.